Bu video Almanya'daki qayda qanun, Almanya'ya necə gəlmək olar, Almanya'daki şəhərlər elə bir video deyil. Yəni o məqsədlə açırsınızsa, o video deyil. Mən çox fikirləşdim. A few moments later. Necə edim? Sizdən bu gerçəkləri gizlədim. Amma sonra qərar verdim ki, gerçəklər deyilməlidir. Və ilk videoma belə başlamaq istəyirəm. Deyir, dost adı söylər. Mən də sizin dostunuz olaraq sizə acıları, həqiqətləri söyləyəcəm. Başladıq. Saçını başını düzelsene, ne öyle duruyorsun? İndi isə gedirik mənim evimin yanında olan və hər gün səhər-səhər ding dong səsi ilə məni oyadan kilsəyə. Düz evimin yanındadır. Bəli. Və burada bir ağ paltarlı biri görürəm. Anlamadım mən. Və kilsəyə giriş eləmək istəyirəm. Bugün nəsə bir şeyim var kilsədə. Gözüm yəqin çəkiliş eləmək olmaz. Bilmirəm, orada baxacağım. Buradakı oğlan hanımın kağızla nəsə yazır. Yəqin dualarını yazır, nəsə bilmirəm, başa. Bildiğiniz bir duayı okur musunuz bize? A few inches later. Dualarımı tatanda dəftər qutarar. Sonra başqa şey də var burada. Qızlar falan da var, uşaqlar əyinlərinə ağ paltar falan geyinirlər. Mən də elə təəccüblə danışıram ki, bəlkə olan bir şeydir. Mən ikinci dəfədir kilsədə oluram. İkinci dəfə gəlirəm kilsəyə. Bir dəfə Azərbaycanda getmişəm. Bu da ikinci dəfədir. Necə eləşin görəsən burada? Çox maraqlıdır. Bunların yas mərasimində çox belə ucuz başa gəlir də. Mən yəni vurdum, çıxdım, böldüm, vurdum, təzəyinə çıxdım, üstə gəldim. Azərbaycanda yəni ölmək özü yəni bir 10 minə gəlib başa çıxır. Çünki mən maraqlandım qəbir torpağı qiymətlərini. Yəni çox qəşəng qiymətlər var. Bizim qəsəbədə 3-4 mindir. Xırdalanda 10 mindir. Əgər mən burada yenə qiymətləri səhv deyirəmsə, xahiş edirəm, bilənlər məlumatlandırsınlar. Keşiş gəldi, mən salam verdi. Maraqlı. Salam verdi mənə və ölünün qohumu olduğunu soruşdu. Dedim. Bilmiyorum ya! Yeterim burama kadar geldi ya! İyi biçmək olsaydı deyərsin. Mən qohumu yox. Şurada ortalıq bezinə yoxdur. Dedim. Belə gəlmişəm. Təzə. Gəlin mənim yaşadığım şəhər haqqında danışım. Duisburg haqqında. Ya. Yəqin ki, Almanca bilənlər, Almancada perfekt olanlar mənim Duisburg sözünü, düzgün dediyimi təsdiqləsələr videomun sonunda çox sevinərəm. Yəni Almaniyanın kriminal şəhərlərindən birindəyəm. Bəli, 3 şəhərindən birindəyəm, bildiyimiz qədərlə. Burada yenə Alman tarixi biliyimi işə salıram. Əslində düşünürəm ki, hara gedim? Nəsə gəlin, nəsə demən, yarım denən, nəsə demən. Nətər eləyim? Amma ən yaxşısı paputu seçməkdir. Paputu. Paputu bir dənə yer seçeyim. Qəşəng gəzim özüm üçün. Bugün bazar günüdür, amma bazar günü belə insanlara bax. Yəni bu da çox gözəl, çox gəzməli olan Duisburgun A few moments later. Mən həmişə Alman dil dərsində şəhərin adını düz demirdim. Müəllim mənə deyirdi ki, buradan da müəllimə salam deyirəm.
Müəllim deyirdi ki, söz düz denəndə. İndi bu videonu açıb baxan hər kəs düşünəcək ki, Duisburg şəhərinin görməli yerlərini, gəzməli yerlərini sizlərə göstərirəm. Vallahi bir ildir buradayam, özüm belə gəzmirəm yəni. Duisburgda gəziləcək bir yer tapa bilmirəm özümə, təəssüf ki. Amma hər bir şəhərdə gəziləcək bir yer vardır. Bəlkə də mən görmürəm. Mənim gözlərim kör olubdu Duisburga. O da başqa bir yəni başqa bir söz tapmadım bura. Bəli. Videoya baxdıqca çox istəyirəm hər birinizdən ki, biraz gülək, biraz əylənək, biraz keyfimiz açılsın. Bəs sizi baxdıq o. Bak sizin de saçma sapan yorumlarınızdan sıkıldım. Nə bilim, Almaniyada bu qayda qanun, Almaniyada belə ya, bunu hamımız girib hər yerdən öyrənə bilərik. İndi bu dəqiqə hər birimizin, Almaniyada olan hər birimizin, mən qarışıqçı, hamımızın gülməyə, əylənməyə daha çox ihtiyacı var. Çünki Almaniya, başladım belə dram danışmağa. Almaniya biraz depresiv ölkədir, deyildiyi qədərilə. Gəlin biraz gülək, danışaq, əylənək, həyatın dadını çıxardaq. Elə bir sözlərlə də sizə motivasiya vermək istəyərdim. Amma sabah iş var və hamımız işə getməliyik, işləməliyik, pul qazanmalıyıq. Biz çünki Auspudin veririk, evin kirasını veririk. Sonra One eternity later. ac qalmamaq üçün yemək alırıq. Ona görə də bu videodan sonra hamınızı işlərində bolluca uğur arzulayıram. Və səhər saat 7-də yuxudan durmağı unutmayın. Durun və hər birimiz işimizin başına. Çünki biz Auspudin gedirik. Və bu maaşla yaşamaq məcburiyyətindəyik.